Salam, Toplu 2025 Spirtlər bölməsi doymuş bir atomlu spirtlər 37-ci sualdan davam edirik izaha. Metil etil efiri. Metil etil efiri belə bir radikal efir sözü gördüksə, deməli bu sadə efirdir. Sadə efirlərdə əgər oksigen ortada olur, sağ və sol tərəfdə isə radikallar yerləşir. Oksigen və kənarda radikallar gördüksə, bu sadə efirlərə aiddir. Bu radikallarımız əgər eyni radikaldırsa simmetrik sözünü ifadə edirik, fərqli radikaldırsa qeyri-simmetrik. A variantına baxsaq, metildir, etildir və amma simmetrik sözü yazılıb, yanlışdır. A variantını götürmürəm görə. Burada metil, etil, qeyri-simmetrik sadə efir yazılıb, bu artıq doğru fikirdir. Burada isə ümumiyyətcə oksigen kənarında radikal mürəkkəb efir götürüb yanlışdır. Burada simmetrik sadə efir doğrudur, ancaq bizdə radikalımız gördüyümüz kimi adda metil və etil sözü yazılıb. Bir metil, bir etil olmalıydı. Ona görə bu da yanlışdır, formulu yanlışdır. Yedək ki, ümumiyyətcə metil gördüyümüz kimi etil yox, etil propil radikalı və ya izopropil də ola bilər, istifadə olunub. Ona görə Y variantı yanlışdır. Doğru cavabımız B variantı olur. 38-ci sualda efirimizə baxarıq. Metil, bir də propil verilib. Deməli, bizim radikalımızın biri metil, digəri isə propil olacaq. Fərqli radikal olanda demişdik, simmetrik sözü istifadə olunmur, çıxdıq. Cavabımız yenə də gördüyümüz kimi metil, propil, sadə efiri B variantı uyğun gəlir. C-ni niyə götürmək? Yeni mürəkkəb efir yazılıb. D niyə götürmək? Simmetrik sözü yazılıb. Fərqli radikal olanda qeyri-simmetrik dedik. Y-də isə qeyri-simmetrik yazıb, ancaq metil yox, burada etil radikaldır. Ona görə Y-ni də götürmürük. 39-cu suala keçək. Doymuş bir atomlu alifatik spirtlər homolog sırasının 4-cü nümayəndəsinin nisbi molekul kütləsini hesablayan. Spirtlərdə karbon sayı 1 olan karbon sayı elə birinci nümayəndədir. Yəni, belə çıxır ki, 4-cü nümayəndəsi karbon sayı 4-dür, yəni C4. Emür düsturundan istifadə edirik. Spirtlərin, bir atomlu doymuş spirtlərin emiri 14 plus 18-dir. Deməli, burada N-i yerinə 2 qoyacaq, 4 qoyacaq. Amma diqqətli olun, məsələn, alken desəydi və ya alkadiyen desəydi, alkenlər birinci nümayəndəsi C2-dir. 4-cü nümayəndəsi deyirsə, deməli, biz 3, 4, görürsünüz, 4-cü nümayəndəsi C5-ə düşdü. Alkadiyen desəydi, biz ilk nümayəndəsi C3 başlayacaqdı və 4-cü nümayəndəsini o cür müəyyənləşdirəcəkdik. Yəni, bu hissədə diqqətli olmaq lazımdır. Növbəti sual, 40-cı sual. 40-cı sualda doymuş alifatik sözü açıq zənciri deməkdir. Siklik qapalı deməkdir. Spirtlərin homolog sırasının 4-cü nümayəndəsi molekulunda atomların sayını müəyyənləşdirin. Onda nə edəcək? Ümumi formu yazırıq. CNH2 plus 1 OH. Atom sayıda ümumi düstur çıxarsaq 3N plus 3 olacaq. Buradan da cavab çıxarda bilərsiniz və ya C4H 9 OH. Bunları toplayacaq. 4-cüsü 9 gələcək 13. Üzərinə də 2 gələcək 15. Bu şəkildə cavabı müəyyənləşdirə bilərik. Növbəti sual, 41-ci sual. Tam yanma reaksiyasında metil spirti oksigenlə hansı mol nisbətində reaksiya daxil olub? Deməli, biz nə etməliyik? Təbii ki, metil spirtini yandırmalıyıq ki, biz hansı mol nisbətində birləşdirib müəyyənləşdirək. Bildiyimiz kimi karbohidrogenlərdir, spirtlərdir. Yanında alınır karbon qazı, su. Burada baxırıq, karbon sayımız 1, burada da 1-dir. Olduğu kimi sayırım. Hidrogen sayı 4-dür, bura 2 yazırıq. Oksigen sayı sağ tərəfə, oxun sağına baxıram. 2 dənə buradadır, 2 dənə də suyun tərkibindədir, 4 dənədir. Bu 4-dən biri metil spirtinin tərkibindədir. Deməli, 3-ü oksigen tərkibində olur. 3-ü də 2-yə bölsək, eləyəcək 1/5. Yəni, oksigen sayını tamamladıq 4-də, sol tərəfdədir. Gördüyümüz kimi bizim cavabların arasında tamla rəqəm yoxdur, yəni onu kəsilən vermir. Onda bütün rəqəmlər 2-yə vururam. Bu eləyir 2, bu eləyir 3, bu eləyir 2, bu isə 4. İndi metil spirtinin oksigen nisbətinə baxsaq, 2-nin 3-ə nisbəti tapdıq. İnşallah ki, aydın oldu. Növbəti sualımız
İndi 42-də isə etil spirti deyil, inşallah özünüz tapa bilərsiniz. 43-cü sualda normal quruluşlu doymuş bir atom spirtlərin nisbi molekul kütləsi artdıqca qaynama temperaturu həll olma qabiliyyəti necə dəyişir? Doymuş bir atom spirtlərdə ümumiyyətlə karbon sayı artdıqca digər spirtlərdə demişik ki, ərimə qaynama temperaturu artır. Lakin spirtlərdə karbon sayı artdıqca həll olma azalacaq. Ona görə cavabımız artır, azalır cavabı, yəni D variantı olacaq. 44-cü sualda normal quruluşlu doymuş bir atom spirtlərin nisbi molekul kütləsi artdıqca izomer sayı və suda həll olma qabiliyyəti necə dəyişir? Yadda salın, karbon sayı artdıqca izomer sayı artırdı, ərimə qaynama temperaturu artır, sıxlıq artır, MR artır. Həll olma qabiliyyəti isə azalır. Cavabımız deməli izomer sayı artır, azalır variantı olacaq. Növbəti sual 45-ci suala baxırıq. N sayda karbon atomlarının doymuş bir atomla alfatik spirtin nisbi molekul kütləsi hansı formula ifadə olunur? Hansı ki məsələlərdə istifadə elədik? Ümumi formulu CnH2 plus 1 OH-dır. Görürsünüz, karbonun bir dənəsinin kütləsi 12-dir. 12-nin sayını vurduq, N sayda vermişik. 12 N eləyir. Hidrogen sayıda 2 plus 2, 18 N plus. Baxaq, üzrü sayı silindi. Deməli, 14 N plus 18 olmalıdır. Hidrogen sayını bitişik şəkildə qeyd edirəm. İndi buradan hesablayaq. 12 N karbondur. Üstə gəl 2 N plus 2 hidrogenin sayı 1 qram sayı qədərdir hidrogen. Oksigenin nisbi atom kütləsi 16 verib. 16 toplayırıq, 14 N plus 18 edir. 46-cı suala keçək. Yaxşı oxunmur. Hansı sxem ilə spirt almaq olmaz? Alkenlərin suyuna reaksiyası spirtlər alınır. Hidrogen katalizator iştirakında, kation iştirakında daha doğrusu. Yəni A variantı doğrudur. HOH şəklində birləşdirib spirt əldə edirdik. Qlikozla qızqırma reaksiyasına etanol alınır. B variantı da doğrudur. Burada C2H5OH alınır. C variantında yadda saxlayırsınız, alkanon halogen tərməsinin üzərinə qələvinin spirtdə məhlulu əlavə olunanda buradan spirt alınmaz. Spirtdə məhlul sözü gördünüzsə bilin ki, halogen sayı qədər maddəmizdə pir abidəsi olacaq, yəni alkin, alken, alkaden ala bilərik. Ona görə C variantı yanlışdır, buradan alınmaz. Nə vaxt alınardı? Burada su sözü yazılsaydı, bəli, gördüyümüz kimi Y variantı onda alına bilərdi.